Bugün sənin ad günündür. Ad günün mübarək, qızım. Neçə illər əvvəl, eyni ilə bugün olduğu kimi, duyğulu, qayğılı haldaykən, öz-özünə yazılan bu şeir hər yaşında sənə hədiyyə olacaq, yəqin ki. Çünki birbaşa ürəkdən sözülüb gəlib. Çünki bir ananın öz qızına edə biləcəyi ən gərəkli nəsiyyət, vəsiyyət yer alıb bu kiçik şeirdə. Buna baxmayaraq, bugün sənə bir hədiyyə etmək istədim. İstədim elə bir şey hədiyyə edim ki, həm gərəkli olsun, həm də sənə sevinç bəxş etsin. Bildim ki, çox arzusunda olduğun dəyərli bir hədiyyə bağışlasam da, onun səni sevindirməsi müvəqqəti olacaq. Odur ki, gərəyin ola biləcək başqa növ hədiyyə haqqında düşündüm. Bəzi nəsiyyətlər əslində vəsiyyətlərimi demək istədim sənə. Amma nə yazacağımı düşünərkən, fikirlərimin səmti dəyişdi, başqa axara düşdü. Düşündüm ki, sənə nəsiyyət vermək ehtiyacı doğuran nə varsa, mənim günahım, səhvim üzündən yaranıb. Elə bu yüzdən də sənə nəsiyyət verməyə üzüm gəlmədi. Daha doğrusu, özümü buna haqlı hesab etmədim. Sənə nəsiyyət verməyə ehtiyac duyduğum hər şeyə görə məni bağışla. Çünki onların yaradıcısı mənəm. Bağışla ki, sənə hamilə olarkən əsəbləşmişəm. Səni incitmişəm. Bağışla ki, atanın aşağı hərəkətlərinə görə öz həyat yolumu qurmaq əvəzinə ona nifrət etmişəm. Yenə səni incitmişəm. Bağışla ki, iki yoldan, səbir ya can qurtarmaq yolunu tutmağı seçmək lazım olduğunu anlamaq, seçim edib o yolla getmək əvəzinə, daim istirab, çək-çevir, ağır düşüncələr içində yaşamışam. Yenə səni incitmişəm. Bağışla ki, səni çox sevsəm, sənlə nəfəs alıb versəm, səni düşünməklə hər şeyi unutmuş kimi olsam da, daim haqsızlıqlardan qisas almaq, intiqam hissi ilə yaşamışam. Səni incitmişəm. Bağışla ki, sən dünyaya gələndən sonra da səni əzizləyib bəsləsəm də, çox əziyyətlər çəksəm də, sənə lazım olanı verə bilməmişəm. Səni incitmişəm. Bağışla ki, mənim çiçək balam təsəllim olub, darxan anımda həyanım olub düşünsəm də, heç də həmişə qəzəbdən, nifrətdən yaxa qutara bilməmişəm. Yenə səni incitmişəm. Bağışla ki, sən, Allahın sevgi dolu möcüzəsi, neməti yanımda ola-ola itirdiyim, bir ömür gözləyib, amma qovuşmadığım müqəddəs sevgi hissinin intizarı, təəssüfü ilə yaşamışam. Səni, sənin ruhunu incitmişəm. Bağışla ki, səni incitdiklərimin nəticəsi olaraq, etdiyin dəcəlliklərin əslində sənin sevgiyə, qayğıya, diqqətə ehtiyacından doğduğunu anlamamışam. Yenə səni incitmişəm. Bağışla ki, səni incitdikdən sonra çox peşman olub, gecələr yatmayıb, nəvazişlə, öpməklə təskinlik tapmaq istəsəm də, bu nə mənə təskinlik olub, nə sənə əvəz verib. Bağışla ki, geyindirib, keçindirib, gəzdirmək, o vaxt dəbdə olmasa da öz üslubumda fotosesiyalar, video çəkilişləri etmək, təmtəraqlı ad günləri keçirmək əvəzinə səni həqiqi sevgi ilə əhatə etməmişəm. Bağışla ki, bunların sevginin təzahürü yox, əksinə sevgi defisini doldurmaq cəhdi, sevginin əvəz ediciləri olduğunu anlamayıb səni, özün sevinib şadlansan da ruhunu incitmişəm. Bütün bunlara və yazmadığım minlərlə, milyonlarla səbəbə görə məni bağışla. Bugün mən bunları anlayıram və səndə görmək istəmədiyim nə varsa, bunları yaşatdığımdan irəli gəldiyini də anlayıram. Budur ki, nəsiyyət əvəzinə məni bağışla deyirəm. Məni bağışla ki, bu bağışlamana görə sən də azad olasan. Yaşatdığım incitməklərin əziyyətindən xilas olasan. Bağışla və bir gün sən də öz övladına məni bağışla demək istəyində olmamağın üçün həmin səhvləri
yaşama. Bu da mənim sənə həm təbrikim, həm nəsihətim, həm vəsiyyətim olsun. Bugün sənin ad günündür. Ad günün mübarək, qızım. Dost sevinən şad günündür. Şad günün mübarək, qızım. Düşmən qəlbə ox sancılar, ad günündə gül balamın. Dost ürəyi çən, şad olar, şad günündə gül balam. Arzum sənə qurbaqdır, diləmirəm qızıl taxtı. Namərdin at çapan vaxtı, meydan üstə durma, qızım. Qiyməti az olsa belə, saf qəlbimi təmiz elə. Qoca dünya söyər belə, son gün uzaqdadır, qızım. Sura yanar bir od olub, dostla birgə qəm şad olub. Nadanlıq ona yad olub, nadanlara uyma, qızım. Bugün sənin ad günündür, ad günün mübarək, qızım. Dost sevinən şad günündür, şad günün mübarək, qızım.